Ondan da bir il qabaq Kərbalaya getmişdi. Elə sevinirəm ki, getdi ziyarət elədi, ağasını gəldi. Gedib orada İmam Hüseynin məqbərəsinə girib, İmam Hüseyndən elə bir niyyət istəyib ki, mənə şəhadət qismət elə. Mən şəhid olmaq istəyirəm. Onu düppərə düz danışıram. Nə bir dənə o yan, nə mənim yaşıma yaraşmaz, başıma yaraşmaz. Gedib xalasına deyib, xalalar da ondan idi. Deyib, xala, bilsən nə istədim İmam Hüseyndən? Şəhadət, şəhidlik istədim. Ayın 23-ü, bu ayın 23-ü Ehtiram Kərbəladan gəldi, həyətə girdi. Düz bir ildən sonra ayın 23-ü, bu ayın 23-ü on tabutu girdi həyətə. Dünya eşqə doğru, məhəbbətə doğru hərəkətdir. Qiyamətə qədər bu belə olacaq. Qiyamətə qədər insanlar bu çağın ətrafına toplaşacaq. Heç zaman boş qalmayacaq, heç zaman. İnsanlar böyük bir eşqlə Hüseyni sevəcək, Hüseynin məramını yaşadacaq.